Sizə bir günümü vloglamaq bir anda ağlıma gəldi və kameranı tez əlimə alıb yolu çəkməyə başladım. Mən bugün rəqəmsal marketinq kursuna gedirdim və burada kursun içidir. Mən Div Akademiyada rəqəmsal marketinq dərsləri alıram və burada gördüyünüz kimi artıq çatmışam. Çantamın içindəkiləri çıxardıram. Hər yerə mütləq dəftərimi, qələmimi və termosumu götürməliyəm. Termos nə əlaqə deyə soruşsanız, məncə soruşmayın. Amma mən termos daşımağı çox sevirəm. Xüsusən də bəzən elə yerlərə gedirəm ki, orada isti su tapmaq mənə çətin olur və mən soyuq su içməyi xoşlamıram. Soyuq su içdiyim zaman boğazım həssas olduğu üçün tez ağrımağa başlayır və buna görə də özümlə qısa da olsa, kiçik də olsa termos aparmağı xoşlayıram. Termosum burada biraz böyük görünür, amma kiçikdir nəysə. Gördüyünüz kimi artıq yerləşdim. Dəftərim, not dəftərim, qələmim, flomasterim hər zaman yanımda olmalıdır. Düzdür, not götürməli bir dərs deyil. Sonradan bizə təqdimat göndərilir. Lakin mən yenə də məsuliyyətli olmağı və bəzən verilən taskları yerindəcə eləməyi xoşlayıram. Burada da sizə evə gəlmişəm. Yeni il ağacımı göstərirəm. Necə gözəldir, baxın. Babamla fikir verməyin. Deməli, mən kursdan gəldim. Saat 6-ya qalır. Mən kursdan çıxanda saat 5-ə işləyirdim. Mən marketinq dərsləri alıram, sosial media marketinq və bu dərsləri alarkən düşünürəm ki, keşke mən ikinci qrupu seçsəydim üçüncünün yerinə. Bunu sizə motivasiya etmək üçün demirəm, amma ikinci qrup məncə çox ayrı bir aləmdir. Xüsusən də marketinq sahəsi. Marketinq sahəsində sən öz ideyalarını reklama tökə bilirsən məncə. Çox necə deyim, geniş, təxəyyüllü bir insansansa, sən həqiqətən də uğurlu ola bilərsən deyə düşünürəm. Kontent hazırlamaq, dizayn eləmək, müştəri toplamaq və s. şeylər həqiqətən insana çox motivasiya verir və insan çox həvəsləndirir bu sahə üzrə. Kimlər marketinq oxuyursa çox məncə şanslıdırlar və çox maraqlı sahədir. Mən əgər ikinci qrupda oxusaydım, ikinci qrupu seçsəydim, böyük ehtimalla marketinq seçərdim. Amma inşallah ki, magistratura sahəsində marketinqi seçərəm və o üzrə oxuyaram. Deməli, mən indi nə edəcəm? Dərsdən gəlmişəm. Əslində normalda bu saatlarda dərs oxumuram. Oxuyuram, amma nadirən. Çünki kursdan gələndə özümü çox yorğun hiss edirəm, heç nə eləmək istəmirəm. Necə deyim, bir yorğunluq gəlir və mənə sanki uzun bir yoldan gəlmişəm kimi. Bu xüsusiyyətimi heç sevmirəm. Çünki vaxt boşuna gedir, həqiqətən vaxtı geri qaytarmaq olmur. Və mən də magistraturaya hazırlaşan bir tələbəyəm. Eyni zamanda universitetdə sərbəst işlərimi də eləməliyəm. Sadəcə onlardan birini eləmişəm. Qalan 5 mənim qalıb. O qədər eləmən şey var ki, və işim çoxdur. Və mən sanki heç nə eləmək istəmirəm. Bu yorğunluq gəlir mənə. Bugün önəmli bir şey oldu. Nə oldu? Mən Boğaziçi Üniversitesi'nin Türkçe deyimdə, çünki Türk Üniversitesidir. Özgüvənlə bağlı təlimini bitirdim və çox gözəl bir təlim idi. Çox maraqlı bir təlim idi mənə görə. Sanki 18 dərs var idi. Videolar izləyirsiniz, ücretsizdir, tamamen pulsuzdur. Sadəcə sertifikat alanda sertifikatınız pullu olur. O da 499 TL Azərbaycan pulu ilə 19 manat eləyirsə biləmirəmsə olur. Çox qəşəng təlimdir. Mən onu aldım. Amma sertifikatını hələ almamışam. Bir neçə gündən sonra almalı düşünürüm sertifikatımı. Çox qəşəng sertifikatıdır və təlim çox maraqlı təlim idi. Mən bəlkə yerləşdirdim, siz istəsəniz linki videonun altına. Sizə boşluq özgüvəninizi artırmaqla bağlı təlim ala bilərsiniz. Mən bu təlimi özgüvənimi artırmaqla deyil də, çünki mən artıq özgüvənimi artırdığımı düşünürəm. Əgər bugün kamera qarşısındayamsa artırdığımı düşünürəm. Sadəcə o təlimi alıb da onu gələcəkdə tətbiq eləmək üçün alıram. Bunu da sizə bir məsləhət kimi deyim ki, əgər hər hansı bir təlim alırsınızsa, əgər hər hansı bir məlumat alırsınızsa, öyrənirsiniz hər hansı bir yerdən, onu özününküləşdirərək, onu öz dəyərinizə qataraq həmin o təlimi, həmin o bilgini satmağı bacarın, onu istifadə eləyin. Bir şeydən bir məlumat öyrəndiniz, tez onu tətbiqə keçirin və tez bir şəkildə onu satış bacarığına çevirməyə başlayın. Çünki hər öyrəndiyiniz sizə pul gətirə bilər, hər bacarığınız sizə maddi cəhətdən güc qazandıra bilər. Bu da Məryəmdən sizə bir məsləhət. Ümid edirəm ki, mənim kanalım böyüyər və mən sizə çox yaxşı kontentlər hazırlayaram. Çünki biliklərim çoxdur və hər şeyi də sizlə görüşmək istəyirəm açıqcası. Okey, deməli mən istəyirəm ki, indi mən nə etmək istəyirəm? Danışdıqca vaxt gedir, dəqiqələr uçur. Biraz yaxşı oturum. Qalqa arxamdadır. Elə bilirəm ki, dəyər bilərəm ona. Çünki mənzərə gözəldir. Yəni yeni il də gəlir. Yeni il adlı bir video çəkmək istəyirəm. Niyyətlərinizlə bağlı. Niyyət eləyək. Birlikdə vision board hazırlayaq. Məncə birlikdə vision board ideyası çox yaxşı bir ideya olar. Nə düşünürsünüz bu barədə? Bəzən danışanda tez-tez kəlmələr bir-birinə qarışır. Mən də biraz tez-tez danışıram. Siz belə sayarsınız, çünki
Deyəsən bunun səbəbini mən tələbə yoldaşımla öyrəndim. O mənə dedi ki, sən uşaqlıqda yazma oxuma tez öyrənmisən. Buna görə də sənin motor becerilerin gelişmeyip. Gelişmemiş. Okey. Bunu burada dayandırın, növbədə part edəcək. Namazın laylaları ninnilərlə yox oldu. Rəngdə bilmirəm. Okey, deməli mahnımda oldu. Konsertimdə verdim. Kompletimi gətirdim. Ne diyeceğim? Neyse kısa bir özet geçeyim. Ben artık bir ay ki bir kursta işləyirdim. Siz eşitirsiniz. Polis Zingrov, polis səsləri, polis maşınının səsi, siqnal səsi çox olur, üzülü sayı əgər gəlirsə. Neysə, deməli mən bir ay ki bir kursta işləyirdim ingilis dili müəllimi kimi və mən orada istifa etdim və artık orada grupu sağollaşmaq üçün grupla tamamen level test etdim onlara və onların dərəcələri əlimdə. İşte anlayacağınız buradan onların level testlərini ölçdüyüm bir sınav eləmişəm. Listeningləri, writingləri, necə deyim, readingləri, hər şey əlimdədir. Sadəcə onların ballarını çıxartmaq qalır və onu çıxardıb mən kompüterdə sistemə yerləşdirməliyəm. Açıqcası prezentasiyalarını da yoxlamalıyam ki, prezentasiya necə olub. Belə bunları edərkən danışmaq istəmirəm. İstəyirəm ki, siz məni kənardan izləyəsiniz. Çünki danışarkən konsantre ola bilmirəm. Sizi də bir gözəl yerə dayandırım. Bu mənim ikinci telefonumdur. Mən prezentasiyaları tək-tək göndərməliyəm. Telegramdan ikinci akkauntum var. İşim çoxdur da yəni. Dört tələbəli arasında da bir prezentasiya desək, tək-tək məncə göndərməyim Telegramdan. Elə birbaşa buradan baxın və qiymətini verim 10 üzərindən. Bəyənirəm bu prezentasiyanı, bəyənirəm sizə bir əmək təbii ki. Bütün tələbələrimin işləri mənim üçün önəmlidir. Amma iyi olan kazansın. Əslində writing-i, listening-i mən çox yaxşı verdilər mənə, çox hoşuma gəldi cavabları. Amma qrammatik hissələrində problemləri var idi. Məncə düzəldirlər, başqa mənimdə. Gülmən olmayacaq amma. Belə. Nəyə görə işdən çıxdım, nəyə görə kursda işləmək istəmirəm artıq desəniz. Bilmirəm. Bilmirəm, yox, bilirəm səbəbi belə ki, çünki mənə maaş qane etmirdi artıq. Həmin o məbləğ çox az idi, mənim əməyimi qarşılamırdı və saatlıq iş olduğuna görə də mən düşünürəm ki, buna görə istifa etdim. Qalan hər şey yaxşı idi, ortam da yaxşı idi. Mən online hazırlaşdırırdım uşaq, dərs keçirdim daha doğrusu. Sadəcə artıq gördüm ki, əmək haqqım yaxşı deyil. Bu məni qarşılamayacaq. Buna görə mən də düşündüm ki, hər hansı bir yerdə dəyəriniz aşağı qiymətləndirilirsə, mütləq şəkildə bir alternativ fikirləşin. Deməli, çox geçən prezentasiya hazırlayıblar, göstərmək istəyirəm. Hadi səsləyirəm. Çox şirindir. Baxın, əmək var. Ay, Instagram'dan mesaj geldi. Çok şirindi. Ben diyeceğim ki buna ondan aşağı bal yazın. Bence adaletsiz diyorlar. Okey, bu birincisi. My daily routine. Hamısına presentasyon mövzusu vermiştim. Okey. Okay, Çok şirin prezentasyonlarda özlerime uygundu. Sadece burada gramatika səhvləri var. Evet, hər bir səhvləri. Bu da baldan biraz götürəcək. Üzr istəyirəm. Biri getdim, bir prezentasyonu yoxladım. Keçək ikincinə. Normalde biz WhatsApp'a danışmırıq ama bazı prezentasyonlar var ki link şeklində göndərilir mənə. Və mən onu tam aça bilmirəm. Görək bu nədir? Gəldi. Çoxunda Canva'da eləyirlər. Uşaqlar düz yaşları azda 12-13 yaşları var. Mən 12-13 yaşında prezentasiya hazırlamırdım. Başımda çıxırdı. Yox, başım çıxırdı ama hazırlamırdım. Haksızlıq eləməyim özümə. Görək Canva. Routine reading comprehension. Desəm bu tələbəm prezentasiyanı səhv başa düşüb bir səhifə hazırlayıb çünki. Belə prezentasiya istəmirdim. Bir səhifə. Prezentasiya belə olmur. 8 verirəm. Oxumadan 8 ama oxuyaq.
Aslında seviyeleri pre-intermediate ama bu elementary seviyede yazıp. Bir balta kırdım. Çünkü gramatik özellikleri. No. Gel. Sonra nöbeti. Tövbe. Aha. O da kız uşağıydı. Ne var atalardan? Haberim olmuyor bu prezentasyonlara. Ha, bu çok şirin görünür. Görüp geçmenizi göstereceğim size. Canva çok güzel bir programdı hakikaten. Bu da sadece bir uşaqlar mənə paylaşıb desəm ikisindən başqa. Yəni mən belə istəmirdim açıkçası. Mən səhvlərlə istəyirdim. Cahilliklərinə verirəm. Ümumiyyətlə burada əmək yoxdur. 6. Prezentasiyadan 6. Belə olsun istəməzdim uşaqlar. Məsələn, müəllimimiz bağımızı qırdı. Amma mən səvic müəllim deyiləm. Mən səvic deyiləm. Mən yaxşı müəllim. Okay. Bütün bunların hamısını ben qeyd eləməliyəm. Hesablama üçün nə zəhlim gedir, riyaziyyatım da qədər güclü deyil. Çöldə motor səsləri gəlir. Ben bunları hesaplarken siz mənə sadəcə izləyin. Çünki danışacağım.
tələbəmin balı, skoru çox aşağı gəlib və onu bilmirəm necə eləyib ki, o səviyyəyə keçsin. Həqiqətən də balının aşağı gəlməyini heç istəməzdim. Amma çox az yazıb. Çox üzgünəm. Beləliklə 20 dəqiqə ilə bu işdə bitdim. Son taskımı yerinə yetirdim. Son bu işdəki müəllimliyimi bitirdim və kompüteri bağlayıram. Bu iş mənim üçün ilk işim idi həqiqətən ki, ilk dəfə təcrübəm oldu müəllimə kimi. Buranın həm mən təcrübə proqramına qatılmışdım 3 ay, həm sonra müəllim kimi işlədim. Yəni maraqlı idi məncə. Bu journey də belə bitdi. Son taskı da yerinə yetirdik. Yəni gözəl idi amma hər kəs hər şeyin zarafat edirəm. Bir sonu vardır. Bu qədər. Mən bu vlogu burada yekunlaşdırmaq istəyirəm əslində. Amma üzüldü sayın. Bilmirəm. Yekunlaşdırım sizə. Səncə yekunlaşdırım. Gələn videolarda görüşərik.